Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Esselatu vesselamu ala Resulillahil emin ve aleyhi tahirin. Ve la'netullahi ala a'daihim ecma'in minel an ila qiyam yevmiddin amma ba'd. Euzu billahi mineşşeytanirracim. Ya eyyuhen nas, inna halaknakum min zekerin ve untha ve cealnakum şu'uben ve qabaila lita'arafu. İnne ekremekum indallahi etqakum. İnnallaha alimun habir. Sadakallahul aliyyul azim. Ey insanlar, biz sizi bir kişi ve bir kadından yarattık. Sizi halklara ve kabilelere böldük ki birbirinizi tanıyasınız. Hakikaten Allah yanında en hürmetliniz, en tekvalı olanınızdır. Hakikaten Allah bilendi, haberdardı. Keçən səfər bu aya haqqında biz danışdıq və burada bir neçə məsələyə toxunmuşduq. Dedik ki, cəmiyyəti idarə etmək üçün Allah Təbarək və Teala bir neçə tədbirlər görüb. Birinci tədbir bizim daxili quruluşumuzla bağlı idi. Onu qeyd etdik ki, Allah Təbarək və Teala bizim daxili quruluşumuzu belə yaradıb ki, biz imanı sevirik, yaxşılığı sevirik, gözəlliyi sevirik. Bu Allahın bizə bir lütfüdür. Və bu asandır, bu yaxşılıq məsələsi bizim üçün onu qəbul etmək, onu həzm etmək bizim üçün çox asandır və Quran-ı Kərim də bu yüzdən asan adlanır. Yəni Allah Təbarək və Teala Quranda buyurur ki, biz Quranı asanlaşdırmışıq xatırlamaq üçün. Çünki Peyğəmbərlər bu dəyərləri gətiriblər, Quranı gətiriblər, İslam Peyğəmbəri. Bu sanki bir belə deyək də doğma bir biliklərdir, təlimlərdir ki, gətirib bizim üçün yad bir şey deyil. Əslində Quran bizim daxilimizdədir. Bu dəyərlər bizim daxilimizdədir, bu hisslər bizim daxilimizdədir. Onlar da yerlər sadəcə xatırlatsınlar. Ona görə Quran çox asandır, həddindən artıq. Üçüncü məsələ budur ki, daxildə Allah Təbarək və Teala bizdə elə bir qüvvələr yaradıb ki, biz daxilən həm hökm çıxardırıq, yəni içərdən bir məhkəmə qururuq, qanun çıxardırıq, icra edirik, hökm çıxardırıq. Yəni, o ki, dünya dövlətləri bu, deməli, quruluşlarla idarə olunur. Həm qanun çıxardan, həm icra edən, həm məhkəmə sistemi, hökm çıxardan bu orqanlarla, bu qurumlarla idarə olunur. Bütün dünya belədir. Bu əslində bizim daxili aləmimizin bir, belə deyək, zahirdə təcəllasıdır, bir göstərişidir, görüntüsüdür, daha doğrusu desək. Bir görüntüdür. Yəni, daxilimiz necədirsə, hansı hisslər varsa, hansı duyğular, hansı qüvvələr daxilimizdə varsa, xaricdə də, yəni dünyanın quruluşunda da bu özünü büruzə vermişdir. Amma əsas məsələ, biz dedik ki, əsas məsələlərdən biri də bizim zahiri fərqlərimizdədir. Əsas məsələlərdən biri bizim zahiri fərqlərimizdədir. Zahiri fərqlər hansı idi? Rəngimizin fərqli olması, dilimizin fərqli olması, irqimizin fərqli olması, bunlar zahiri fərqlərdir də. Allahın qüdrət əlamətlərindən biri də budur ki, bizim formalarımız, şəkillərimiz ayrıdır. Həqiqətən də Allah nə qədər qüdrət sahibidir. Gör, Allahın yanında, Allahın elmində nə qədər şəkil var. Milyardlarla insanlar gəliblər, gediblər. İndi də milyardlarla insan, bundan sonra da qiyamətə qədər milyardlarla insan gələcək, amma heç kəs bir-birinə oxşamır, yəni tam olaraq. Heç kəs bir-birinə oxşamır. Hətta ikizlərdə də fərqlər var. Allah bu zahiri fərqlilikləri yaradıb. Bir də var daxili fərqliliklər. Bu daxili fərqliliklər bizim istedadlarımızdır ki, keçən səfər də qeyd etdik, həyatın tələbidir ki, yəni həyatın zərurətidir ki, insanların daxili istedadları fərqli olsun.
Həzrət Peyğəmbər buyurmuşdu ki, "Ən-nasu ma'adin." İnsanlar mədənlər kimidir. Kəma'adini zəhəbi vəl-fiddə. Necə qızıl, gümüş mədənləri var. İnsanlar da o cür, yəni onların daxili aləmi, onların istedadları o cür mədənlər kimi fərqlidir. Biri qızıldır, biri gümüşdür, biri dəmirdir, biri misdir və sair, biri kömürdür. Bunlar hamısı aydındır. Yəni bu həyatı tənzimləmək üçün, dünyanı, bəşəriyyəti idarə etmək üçün bu fərqliliklər labüd idi, qaçılmaz idi. Allah belə yaratmasaydı, daş üstə qalmazdı. Yəni hamını eyni yaratsaydı, həyat davam etməzdi. Hamı qızıl olsa, həyat davam etməz. Çünki gümüş də lazımdır axı. Dəmir də lazımdır axı. Deməli, həyatın davamlılığı, davamiyyəti, həyatın belə deyək, zəruriyyəti tələb edirdi ki, insanlar fərqli olsun. Bunlar da öz yerində. Yaxşı, əsas mövzu budur ki, bu fərqliliklər fəxr əlamətidir, fəxr mənbəyidir, yoxsa fərqli məsuliyyətlər qoymaqdır. Hansıdır? Keçən səfər bu haqda biraz danışdıq, əgər yadınızdadırsa. Dedik ki, xeyr, bunlar fəxr mənbəyi deyil. Heç kəsin haqqı yoxdur ki, özünü başqasından xeyirli bilsin. Heç kəsin. Heç bir istedad sahibinin də haqqı yoxdur ki, özünü başqasından üstün bilsin, xeyirli bilsin. Kim desə ki, mən ondan xeyirliyəm, bu şeytan sözüdür. Şeytan məntiqidir. Quran məntiqi nədir? Elə Hucurat surəsində oxuduq. Asa ən yekunu xayran minhum. Bir-birinizi məsxərə etməyin, ola bilsin, onlar bunlardan daha xeyirlidir. Asa ən yekunna xayran minhunna. Qadınlar haqqında da Allah təala bu ifadəni işlətdi ki, ola bilsin, bu qadınlar o qadınlardan daha xeyirlidir. Bu Quran məntiqidir. Bu Quran sözüdür. Axı biz bilmirik kim xeyirlidir, kim daha üstündür. Şeytan idi ki, dedi, mən Adəmə səcdə etmərəm, mən ondan üstünəm, mən ondan xeyirliyəm, məni oddan, onu torpaqdan yaratmısan. Allah isə onu qovdu öz dərgahından. Dedi ki, sən burada təkəbbürlük edə bilməzsən. Deməli, Allah birinə böyük istedad veribsə, o qədər onun boynuna məsuliyyət qoyub. O qədər ondan sorğu-sual eləyəcək. Ona görə hədisdə var ki, məsələn, cahillər alimlərdən daha tez cənnətə gedər. Allah bir alimi bağışlayınca 70 cahili bağışlayar. Hədislərdir də, bizim hədislərimiz var. Niyə? Çünki alimə o istedadı verib, onun elmi var. O gərək o məsuliyyətsizliyi etməyəydi. Ona görə görürsən ki, onu sorğu-sual eləyəcək. Amma cahil isə savadsızdır. Savadsız deyən cahil o cahildən yoxdur. Yəni ki, məlumatı az olan demək deyil. O Quran məntiqində cahil, yəni çox da dərinliyi yoxdur, çox da dərin biliyə malik olmayıb və s. Onları da Allah tez bağışlayar. Bilməyib bu adam. Nəfsinə aldanıb və s. Yenə hədisdə var ki, deyir, kasıblar daha tez cənnətə gedər, nəinki varlılar. Çünki deyir, Allah təala deyər ki, mələklər nida eləyər ki, gəlin rahat, soru-sualsız keçin cənnətə. Deyir, kasıblar durarlar, yəni keçmək istəyərlər, saxlayarlar ki, siz bəs sorğu-sual yoxdur sizə. Dedi, yox, bizim heç bir sorğu-sualımız yoxdur. Deyir, niyə? Deyir, Allah bizə dünyada nə vermişdi ki, onun sorğu-sualını da etsin. Və beləliklə, Allah da deyir, nida gələr Allahdan ki, düz deyirlər. Mən dünyada onlara bir şey verməmişəm. Ona görə sorğu-sualsız onları göndər cənnətə. Amma deyir, varlığını saxlayar və sorğu-sual eləyəcək. Niyə? Çünki ona nemət verib. Nemət verib və o nemətin hesab kitabı var. Ona görə heç bir varlı öz var dövlətinə güvənib fəxr etməməlidir. Əksinə, Allah o var dövləti ona verib ki, onun əli ilə cəmiyyəti tənzimləsin.
kasıblara əl tutsun, bəzi işləri onun əli ilə görsün. Allah belə öz bəndələrin əli ilə iş görür, dünyanı tənzimləyir, idarə eləyir. Nauzubillah, Allah cisim deyil ki, gəlsin özü işləri tənzimləsin. Yox. Bəndələri yaradıb, bu bəndələr Allahın tədbirlərini yerinə yetirirlər. Allahın işlərini yerinə yetirirlər. Allah onların əli ilə bu işləri görür. Deməli, İmam Səccad əleyhissalamdan bir dua var. Dualar həqiqətən də İmam Səccadın duaları, imamlarımızın duaları Quranın təfsirləridir onlar. Sözün əsl mənasında. Seyf-i Səccadiyyənin 35-ci duasıdır. Buyurur ki, وَعَصِمْنِي مِنْ أَنْ أَظُنَّ بِذِي عَدَمٍ خَسَاسَةٍ أَوْ أَظُنَّ بِصَاحِبِ ثَرْوَةٍ فَضْلًا فَإِنَّ الشَّرِيفَ مَنْ شَرَّفَتْهُ طَاعَتُكَ وَالْعَزِيزَ مَنْ أَعَزَّتْهُ عِبَادَتُكَ. İlahi, məni qoru. Nədən qoru? Ondan qoru ki, mən bir kasıba xor gözlə baxım. Ondan məni qoru. Qoru ki, kasıba xor gözlə baxmayayım. Onun kasıblığına görə ona bir həqarət nisbət verməyim. Bir aşağı gözlə baxmayayım ona. Məni qoru. Və məni qoru ki, sərvət sahibinə də üstünlük qail olmayayım. Sərvətinə görə, varına, dövlətinə görə ona bir fəzilət qail olmayayım. Yəni, nisbət verməyim. Varı, dövləti var, üstün adamdır. Bu düşüncədən məni qoru. Bəs kimdir şərafətli? Kimdir əziz? Kimdir üstün? Deyir, şərif adam o adamdır ki, sənin itaətin onu şərafətləndirib. Əziz adam o adamdır ki, sənin ibadətin onu əziz eləyib. O ibadətlə izzət tapıb. Nəinki var dövlətlə. Sənə bəndəçiliklə izzət tapıb. Sənə bəndəçilik etməklə şərafət tapıb. Mən onlara deyir, üstünlük verim, onları şərif bilim, onları əziz bilim. Bu ayənin təfsiridir əslində. Biz sizi bir kişi və qadından yaratdıq, sizi qəbilələrə, xalqlara böldük ki, bir-birinizi tanıyasınız. Sizin Allah yanında ən üstün olanınız, ən təqvalı olanınızdır. İmam da buyurur ki, məni elə et ki, mən təqva ilə insanlara qiymət verim. Bu fərqliliklər buna görədir. Məsuliyyəti bölüb Allah insanlar arasında. Bu fəxr mənbəyi deyil. Fəxr mənbəyi ola da bilməz. Ona görə heç kəs özünə aşağı gözlə baxmamalıdır ki, mən alim deyiləm, mən aşağıyam. Yox. Mən həkim deyiləm, mən aşağıyam. Yox. Mən nə də hər hansı bir savad yiyəsi deyiləm, mən aşağı. Xeyr. Allah onu başqa şey üçün yaradıb, səni də başqa iş üçün yaradıb. O sənin kimi gəlib, məsələn, svarşıq ola bilməz. Ola bilməz. O sənin kimi bənna ola bilməz. O sənin kimi maşın ustası ola bilməz. Elektrik ola bilməz, dəmirçi ola bilməz. Bəs hər kəs həkim olsaydı ki, bu işləri kim görəydi? Dünyada hər şey qızıl olsa, həyat davam etməz. Və bu fərqlilərin hikməti budur. İndi burada bizim vəzifəmiz nədir? Bizim vəzifəmiz nədir? Bir, Allah təbarək və təala Quran-ı Kərimdə bunları da bu cür tənzimləyib. Buyurur ki, bütün bunlar Allahın nemətidir. Mənim istedadım, hər hansı bir sahəyə istedadım varsa, bu Allahın nemətidir. Bunu Allahdan bir nemət bilim və şükrünü yerinə yetirim. Şükrünü yerinə yetirim. Əsas məsələ budur. İnsanlığın başlanğıcı bax budur. Neməti Allahdan bilmək, yəni əsl nemət sahibini tanımaq. Nə üçün deyir? Allah həmd olunmağı sevir. Ki ona hamd deyəsən, elhamdülillah deyəsən, Allah bunu sevir. Niyə? Çünki sənin ağlın o qədər rakən, o qədər itidir ki, sən əsl nemət sahibini artıq tanıyırsan və ona şükür edirsən. Yəni, bu əslində bəndənin özünə qayıdır ki, yəni,
Allah bir növ sevinər ki, bəndən o qədər ağıllı, dərrakəli olub ki, əsl nemət sahibini tanıyır. Ona görədir Allah həmd olunmağı sevir. Başqa mənalar da var şübhəsiz. Allah həmd olunmağı sevir. Əsas məsələ budur. Bunu Allah, nemət bilək. Quran-ı Kərimdə ayə var. Mə bikum min ni'mətin fə minəllah. Sizin əlinizdə hər hansı bir nemət varsa Allahdandır. O namazın təqibatında da oxuyuruq ki, Allahumma mə bina min ni'mətin fə mink. İlahi bizim nə nemətimiz varsa səndəndir. Bu əsas məsələ budur. Yaxşı, bunu bildik. Allahdandır. Bunun şükrünü yerinə etməliyik. Naşükür olmamalıyıq. Bunu da bildik. Yaxşı, şükür nədir? Aha. Nemətin şükrünü necə eləyək? Nemətin şükrü budur ki, bir, Allahın qarşısında təvazükar olmaq. Alim, nə qədər alim olarsa yeri təvazükar olsun. Allahın qarşısında təvazükar olsun. Öz elmi ilə, öz istedadı ilə qürurlanmasın, məğrur olmasın. Alim gərək təvazükar olsun. İstedad sahibi gərək təvazükar olsun. Nemət sahibi gərək təvazükar olsun. Baş aşağı olsun Allahın qarşısında. Ya eyyuhəl insan, mə qarrəkə bi rabbikəl kərim. Ey insan, o kərim olan Allahın qarşısında səni məğrur eləyən nədir? Yəni, məğrur odur ki, təkəbbürlü eləyən. Axı, o kərimdir. O sənə hər şey verib, özü də sən istəmədən verib. Sən ondan istəməmsən. Sən bilmirdin ki, sənə göz lazım olacaq. Hə, ilahi mənə göz ver. Yox, bunu bilmirdin ki. Sən hələ yaranmamışdın. Sənə qulaq lazım olacaq. Özdəki qulaq məsələn, burada başının filan bu hissəsində olacaq. Burun bu hissəsində, göz bu hissəsində. Gözü də, gözün hədəqəsini elə yaratmalıdır ki, Allah Taala insan yıxılanda, sürüşəndə, harasa dəyəndə o göz zədə almasın. Alın və yanaq hissə onu qorumalıdır, burun hissə onu qorumalıdır, gözü qorumalıdır. Çünki göz çox əhəmiyyətlidir. Bunların heç birisi bizim xəbərimiz olmuyor ki, Allah özü yaradıb o cür mükəmməl hər şeyi öz yerində. Ya eyyuhəl insan, ayənin ardında oxuyaq. Ya eyyuhəl insan, mə qarrəkə bi rabbikəl kərim. Ey insan, səni kərim olan Allaha məğrur eləyən nədir? Əlləzi xələqəkə fəsəvvəkə fəədələk. Hansı ki, səni xəliq eləyib, səni düzənə salıb və hər şey yerli yerində qərar verib. Ədələk, ədalət sözündəndir. Yerli yerində qərar verib. Hər şey mükəmməldir, hər şey yerindədir. Hər şey öz qaydasındadır bizim bədən quruluşumuz. Yaxşı, bu nemətlərin qarşısında mən gərək təvazükar olum. Gərək məğrur olmayayım Allahın qarşısında. İmam Səccad əleyhissalamın yenə də bir duası var. Seyf-i Səccadiyyədə Ərəfə duası. Ərəfə duası həm İmam Hüseyin əleyhissalamdan var. İmam Hüseynin özündən nəql olunmuş Ərəfə duası var. Bir də İmam Səccadın Seyf-i Səccadiyyəsində Ərəfə duası var. Ərəfə günü o duanı oxuyub. Orada buyurur ki, deyir ki, ilahi, və ənə bə'du əqallul əqallin və əzəllul əzəllin və mislə zərrəti əvdunaha. İlahi, mən heç kəsəm, heç kəs. Əqallul əqallin, azların azıyam. Əzəllul əzəllin, aşağıların aşağısıyam. Zərrə kimiyəm, bir zərrə. Ondan da aşağı. Allahın qarşısında gör özünü nə hesab eləyir İmam Səccad. Nauzubillah, onlar bu sözləri özləri deməsəydilər, bizim cürətimiz çatmazdı ki, onlar barəsində bu cür sözlər deyək. Amma o görür ki, onlardan nəql olunmuş bu kəlamlarda, bu sözlərdə onlar özlərini Allah yanında bu cür hesab eləyiblər. Mən ən kiçiyəm, mən kiməm, mən heç kəsəm deyir. Hansı İmam Səccaddır?
Şamda, Yezdin sarayında xutbə oxuyanda deyirdi ki, dünyada məndən üstün adam yoxdur. Mən Məkkənin oğluyam, Kəbənin oğluyam, Minanın oğluyam, Səfa Mərvənin oğluyam. Mən Peyğəmbər Mustafa'nın oğluyam, Xədicə-i Kübranın oğluyam, Əli-i Murtəzanın, Fatimə-i Zəhranın oğluyam. Sayırdı və düz də deyirdi. İnsanlar yerə bu cür tanısınlar onların dəyərlərini. Amma Allah yanında özləri necə görüblər? Əqəllül əqəllin, əzəllül əzəllin. Alçaqların alçaqlıyam, zəlillərin zəliliyəm sənin üçün. Ona görə nemət sahibi gərək özünü təvazükar aparsın. Bu bir. İkincisi də ki, hər neməti öz yerində xərcləmək. Şükrün bir mənası da odur. Mələ şükrün iki mənası oldu. Bir, Allahın qarşısında bu nemətləri ki məndə var, bu nemətlərlə mən təvazükarlığımı artırmalıyam Allah üçün. Bu bir. İkincisi də hər bir neməti öz yerində, lazım olduğu yerdə xərcləmək. Bu da önəmli və bu mərifətə qayıdır. Şübhə yoxdur. Bu önəmlidir. Yəni, sənin elmin varsa, bunu harada sərf etməlisən? Sənin istedadın varsa, bunu harada sərf etməlisən? Allah sənə göz veribsə, qulaq veribsə, dil veribsə, əl, ayaq veribsə, bunları harada sərf etməlisən? Bunlar vacibdir, insan gərək bunları bilsin. Və hikmətli insan o insandır ki, bunların yerini bilə. Gözü harada xərcləməliyəm mən? Halalda yoxsa haramda? Qulaq həmçinin, dil həmçinin, diş həmçinin, əl, ayaq, bütün bunları lazım olduğu yerdə xərcləmək. Şükrün bir mənası da budur. Yaxşı, buyurur ki, mən bu işi görmüşəm ki, siz özünüzü tanıyasınız. Amma sizin əsliniz birdir, kökünüz birdir. Bir kişi və bir qadından yaratmışam sizi. Yaxşı, dəyər nədir bəs? Dəyər nədir? Həqiqi dəyər hansıdır? Bəziləri öz var-dövləti ilə dəyərli bilir özünü, bəziləri vəzifəsi ilə dəyərli bilir, bəziləri elmi ilə dəyərli bilir, bəziləri hər hansı bir şəkildə, bəziləri nəsli ilə dəyərli bilir özünü. Yaxşı, Allah yanında əsl dəyər hansıdır? Bəziləri milləti ilə dəyərli bilir özünü. Allah yanında əsl dəyər təqvadır. İnnə əkrəməkum indəllahi ətqakum. Allah yanında sizin ən hörmətliniz, ən təqvalı olanınızdır. Bu Allahın yanında bu meyar, Allahın yanında budur. Təqvadır. Düzdür ki, biz bunu kim daha təqvalıdır, kim daha üstündür filan, bunu biz təyin edə bilmərik. Biz təyin edə bilmərik. Quran nə buyurur bizə? Quran buyurur ki, siz deyir, bir dəstəklə, bir adamla, bir şəxslə, bir qrupla rastlaşdınız, üz-üzə gəldiniz, gəlib dedilər ki, biz möminük, sənin haqqın yoxdur deyəsən ki, yox, sən mömin deyilsən. Ləstə mu'mina, Quran buyurur. Sən deyir, buna haqqın yoxdur. Bir gəldi, lap belə hansı vəziyyətdə olursa olsun, kəlmə-i şəhadəti dedi. Sən deyə bilərsən ki, yox, bu mömin deyil. Yox. Ona ancaq Allahın səlahiyyəti çatır deməyə. Ancaq Allahın səlahiyyəti çatır. İndi bundan sonraki ayədə də ona işarə var ki, ərəblər dedilər ki, biz iman gətirmişik, ya Peyğəmbər de ki, yox, iman gətirməmişsiniz, hələ iman qəlbinizə daxil olmayıb. Deyin ki, müsəlman olmuşuq. Görürsünüz? Onu Allah deyə bilər. Axı bizim nə səlahiyyətimiz çatır ki, ona deyək mömin, ona deyək qeyri-mömin. Heç bir səlahiyyətimiz yoxdur. Çünki qəlbdə olanı Allah bilir. Ona görə bizim vəzifəmiz budur ki, kim dedi ki, kəlmə-i şəhadəti deyən kimi vəssalam, əl çəkməliyik onunla. Hətta döyüş anında Peyğəmbər tapşırmışdı. Döyüş anında qılıncı qaldırmışsınız, havadadır, vurursunuz ona. Deyir, kəlmə-i şəhadəti desə gərək qılıncı saxlayasan. Haqqın yoxdur vurasan. Yox, sən deyə bilərsən ki, qorxusundan elədi, filan elədi, yox. Nə bilirsən?
gərək saxlayasan. Düzdür, demir ki, tərki silah ol onun qabağında, bəlkə yalandan deyir, səni öldürmək üçün eləyir. Bunlar öz yerində, bu normalar qorunmalıdır. Amma sən onu öldürə bilməzsən. Sən onu öldürə bilməzsən. Onun da vəzifəsi odur ki, ya gərək təslim olsun, ya yeri keçsin sənin tərəfi və kafirlərlə vurursun həmən anda. Təqva Allahın yanında əsl dəyərdir. Nə millət, nə irq, nə dil, nə rəng, heç bir şey Allah yanında dəyər deyil. Allah insanların qəlbinə baxır, Allah insanın təqvasına baxır və əsl dəyər təqvadır. Bütün əməllər bizi təqvaya aparır. Təqva nədir? Təqva həmən dindarlıq, halal haramı bilmək, haqq tanımaq. Təqva budur. Cəmaatın haqqını tanımaq və qorumaq. Təqva budur. Halal harama riayət etmək. Təqva budur. Və ibadət etmək, təbii ki. Dərk eləyib ibadət etmək. Təqva budur. Haramdan çəkinmək, halala yiyələnmək. Təqva budur. Həzrəti Peyğəmbər gələn kimi bilirsiniz, ərəblərdə ərəb-əcəm söhbəti var idi də. Hər bir xalqda Allah şeytana lənət eləsin. Görürsən ki, bir orada əmma qoyur. Görürsən ki, o qeyri-həqiqi dəyərləri qabardır, şey eləyir, qoyur dağın başında, amma həqiqi dəyərlər yaddan çıxır. Olur da, məsələn, o ərəb-əcəm söhbətdə onlardan biri idi. Ərəblər başqa xalqları adam bilmirdilər. Baxmayaraq ki, özləri yəni ən geridə qalmış adamlar idi, tayfa halında yaşayırdılar, dövlət yox idi, ədalət, məhkəmə falan, heç nə yox idi, mədəniyyət yox falan. Amma digər ki, özlərini hər kəsdən üstün bilirdilər. Ərəb irqi deyirdilər, ən ali irqdir. Və hətta Peyğəmbər bunlarla mübarizə apardı. Bu təfəkkürü demək olar ki, sındırırdı. Keçən səfərdə qeyd etdik, getdi Haşimi öz bibisi qızı, Haşimidən, Haşimi tayfasından öz qulu üçün, qulamı üçün, qara dərili üçün qız aldı. Hansı ki, bu mümkün olası iş deyildi. Ərəb cəmiyyətində, Ərəb qəbiləsində. Amma Peyğəmbər bunu etdi. Sonra həmən Zeyd idi də, Peyğəmbərin bibisi qızını boşadı. Sonra Allah əmr elədi ki, o qızı sən al. O adı Zeynəb idi, onu sən al. Hansı ki, indi o bəzi ateistlər İslama hücum eləyəndə deyir ki, Peyğəmbər öz o gəlini ilə evlənib nəuzubillah. Hansı ki, onun oğlu yox idi axı, yəni oğlu uşaq ikən dünyadan köçürdü. Bunun oğlu yoxdur. Hətta kafirlər, ərəblər ona əbtər deyirdilər buna görə. Oğlu olmadığı üçün əbtər deyirdilər, sonsuz, nəsli kəsilmiş deyirdilər. Bu tərəfdən də indi siz deyirsiniz ki, oğlunun qızı ilə evlənib. Nətər oldu ki bu? Xeyr, oğlu zadı deyildi. Tamamilə ayrı bir adam idi. Peyğəmbər ona şərafət verdi. Getdi, öz bibisi qızını ona aldı. Və Peyğəmbər bütün addımlarıyla bu adəti sındırırdı. Ki, üstün təqvaya verilsin, dindarlığa verilsin, insanlığa verilsin üstünlük. Bir dəfə deyir, Salman Farisi məsciddə oturmuşdu. Xüsusilə bilirsiniz də, Salman Farisi Xəndək müharibəsindən sonra biraz hörməti çoxaldı Salman Farisinin. O Xəndəyin təklifini o verdi də, hörməti çoxaldı. Ondan sonra ham başladı, Səlman bizdəndir, o dedi, Səlman bizdəndir falan. Peyğəmbər buyurdu ki, yox, Səlman biz Əhl-i Beytdəndir. Bir dəfə oturmuşdu məsciddə və sahabələr onun ətrafında. O da çox böyük hikmət sahibi idi, alim idi. Özü dünya görmüş adam idi. Məscidə daxil olan sahabələrdən biri bu səhnəni görəndə buna çox pis təsir eləyir. Ki, bir əcəm oturub ortada, ərəblər onun ətrafında dövrə kimi, dairə kimi oturublar. Çox əsəbləşdi və başladı uca səslə qışqırmağa ki,
Bu əcəm kimdir ki, oturub ortada, ərəblər onun başına yığışıb. Peyğəmbər bunu eşidəndə çox narahat oldu. Orada gəldi, buyurdu ki, heç bir ərəbin əcəmə üstünlüyü yoxdur. Əcəmin də ərəbə, əcəm qeyri-ərəbə deyərlər. Əcəmin də ərəbə üstünlüyü yoxdur. Üstünlük yalnız təqva ilədir. Görürsən ki, hərə bir öz nəsli nəcabəti ilə, ərəblərdə moddə, nəsli nəcabəti ilə fəxr eləyəndə, mənim atalarım belə, babalarım belə filan, fəxr eləyəndə növbə Salmana çatdı. Salman dedi ki, mənim əslim də, nəsəbim də, hər şeyim də Peyğəmbərdir, İslamdır, Allahımdır. Baxmayaraq ki, onun da əsli, yəni zadəgan idi Salman Farsi. Amma heç vaxt onu qabartmadı. Əslim də, nəslim də, hər şeyim Peyğəmbərdir, İslamdır, Allahdır. Bu dəyərlərdir. Peyğəmbər, keçən səfər qeyd etdik, Bilal Həbəşəni gətirib Kəbənin üstünə çıxartdı, damına çıxartdı, orada əzan deyizdirdi. O, Məkkənin fəthində idi də bu. Məkkə, deməli, böyükləri, hansı ki, çox böyüklər ölmüşdü, getmişdi, bəziləri qalmışdı, onların övladları da qalmışdı. Onlar dedilər ki, yaxşı gedir Bədirdə bizim atalarımız öldü, getdi, bu günü görmədi. Ki, bizim qulumuz çıxıb Kəbənin damına orada əzan deyir. Yaxşı gedir, onlar bu günü görmədi. Yəni, bu qədər bunlarda təkəbbürlük vardı. Peyğəmbər Məkkəni fəth eləyəndə, orada da məşhur xütbəsində buyurdu ki, cahiliyyə dönəmindəki bütün adət ənənələri qoyuram ayağımın altına. Heç bir ərəbin, heç bir əcəmə üstünlüyü yoxdur. Əcəmin də ərəbə üstünlüyü yoxdur. Nə ağdərilinin qara dəriliyə, nə bilim, qırmızı dərilinin qara dəriliyə, qara dərilinin ağ dəriliyə heç bir üstünlüyü yoxdur. Üstünlük mənim dinimdə yalnız təqva ilədir. Kim təqvalıdırsa, Allah üçün o əzizdir. Vəssalam. Ona görə təqva əsl həqiqi dəyərdir. Və İmam Səccad əleyhissalam o duasında, 35-ci duada biz oxuduq, orada da ona işarə فَإِنَّ مَنْ شَرَّفَتْهُ طَاعَتُكَ İlahi, şərif, yəni şərafətli adam o adamdır ki, sənin itaətin ona şərafət verib. وَالْعَزِيزَ مَنْ أَعَزَّتْهُ عِبَادَتُكَ Əziz o adamdır ki, sənin ibadətin ona izzət verib. Sənin ibadətin ona izzət verib. O, Münafiqun surəsində Allah Teala buyurur ki, münafiqlərin bir sözü var idi, bir vəziyyət yaranmışdı. Bunlar deyirdilər ki, لَاِنْ رَجَعْنَا إِلَى الْمَد۪ينَةِ لَيُخْرِجَنَّ الْأَعَزُّ مِنْهَا الْأَذَلِ Əgər biz Mədinəyə qayıtsaq, döyüşə getmişdilər, çıxmışlar. Əgər biz Mədinəyə qayıtsaq, izzətli insanlar, zəlil insanları oradan çıxardacaq. Peyğəmbər üçün plan qurmuşdular. Peyğəmbər və mühacirlər üçün, müsəlmanlar üçün. Ki, yəni vuruşarıq, bunları çıxardarıq. Bu ifadəni işte, izzətlilər zəlilləri çıxardar Mədinədən. Yəni, Peyğəmbər və müsəlmanları çıxardarıq. Allah onların cavabında buyurur ki, İnnəl izzətə lillahi və li rasulihi və lil mu'minin vələkinnəl münafiqinə la ya'ləmun. İzzət Allaha məxsusdur. Onun rəsuluna məxsusdur və möminlərə məxsusdur. Lakin münafiqlər bilmirlər, anlamırlar, başa düşmürlər. İzzət Allahındır. O adam əzizdir ki, Allah ona izzət verib. Allahın ibadəti, Allahın itaati ona izzət verib. Bax, bu İslam dininin mahiyyəti budur. İslam dininin mahiyyəti budur. İnsanlığın mahiyyəti budur. Allah'ın verək onun izzət və cəlalına, bizi də İslam marifi ilə yaxından tanış eləsin və bizi İslamın gətirdiyi dəyərlərlə dəyərli etsin inşallah. Allah imamın zuhurunu təcil etsin və bizi də o həzrətin dostlarından, yardımçılarından, əskərlərindən qərar versin inşallah. Vəssalamu aleykum və rəhmətullah.